Ermənistanın elçibəyi onu uçuruma aparır. Today Press TV xəbər verir ki, bu fikirləri Ermənistan daxilində xüsusilə müxalifət qüvvələri səsləndirir. Onlar Nikol Paşinyanın siyasətini Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin dövrü ilə müqayisə edirlər. Bu düşüncə 2020-ci ildə Vətən müharibəsindən sonra gücləndi və indi də seçki öncəsi yenidən aktuallaşıb. Maraqlıdır ki, bu müqayisələr əsasən erməni siyasətçilər və ekspertlər tərəfindən səsləndirilir. Onlar Paşinyanı Ermənistanın elçibəyi adlandıraraq hər iki liderin siyasətinin ölkələri üçün ağır nəticələr doğurduğunu vurğulayırlar. Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan 2021-ci ildə verdiyi müsahibədə açıq şəkildə bildirmişdi ki, Əbülfəz Elçibəyin Azərbaycanda rəhbərliyi 1-ci Qarabağ müharibəsində bizə çox kömək etdi. İndi Azərbaycan ondan istifadə edir ki, bizim də öz elçibəyimiz var. Manukyan Paşinyanı rəngli inqilab nəticəsində hakimiyyətə gələn və ölkəni böhrana sürükləyən şəxs kimi təsvir edir. O, elçibəyin milliyyətçi və anti-Rusiya mövqeyinin Azərbaycana necə zərər verdiyini, eyni şəkildə Paşinyanın da Ermənistanı zəiflətdiyini qeyd edir.